Bismillahirrahmanirrahim. Allah'ın rəhmət və salamı üzərimizə olsun inşallah. Allah bizləri bağışlasın. Ramazan ayının 21-ci günü hamımız üçün mübarək olsun inşallah. Bu ay çox əzəmətli və gözəl ay. Mütəəssifanə təqribən qurtarmaq üzrədir. Bir neçə hissəsi gedib. Və çalışaq ki, bu qalan bir hissədə Allah yanında bağışlanaq inşallah. Bu gecələr şəhadət gecələridir. Həzrəti Mövla-i Müttəqiyan əleyhissalamın şəhadət günləridir və gecələridir ki, İbn-i Mülcəm lənəti tərəfindən zərbətləndi və şəhadətə çatdır. Şəhadətin özündə də əzəmət var. Hər kəs bu gecələrdə təvəssül etsə, Əli əleyhissalamın məqamı üçün Allah Əli əleyhissalama xatir bəndəni bağışlayar. Ramazan kəlməsi Qur'anda bir yerdə nazil olubdur. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Allah Teala buyurdu ki, Ramazan ayı bir aydır ki, o ayda unzilə fihil Qur'an. O ayda Qur'an nazil olub. Qur'anın nazil olduğu ay Ramazan ayıdır ki, Ramazan kəlməsi bu ayədə, sırf bu ayədə nəql olunubdur. İmam Zaman əleyhissalam buyurur ki, heç bir şey şeytanın burnunu namaz kimin yerə sürtmür. Yəni, hər bir namaz qılan şəxs o qədər izzət tapır ki, şeytan onun namazı ilə burnu yerə sürtülür. Yəni, o insandan kənar olur. İmam Əli əleyhissalam buyurur ki, bir fəhlənin muzlunu kəsmə, o fəhlənin haqqını ödə. Hətta Əli əleyhissalam nəql edir ki, fəhlənin, yəni işçinin bədəninin təri qurumadan o insanın haqqını ödə. Bəzi insanlar var, görürsən ki, fəhləni işlədirlər, pulunu vermirlər, yuvadırlar. O fəhliyə əziyyət verirlər, əzab verirlər. Bəs Əli əleyhissalam buyurur ki, bir insanı ki, gətiribsən, əli altında işlədirsən, o fəhlənin bədəninin təri qutarmamış, onun haqqını ödə. Bir sözlə Ramazan ayında hər bir işə diqqət etməliyik. Bütün işlərimizə, yeməyimizə, içməyimizə, oturmağımıza, durmağımıza, davranışığımıza, ibadət itaətlərimizə diqqət eləməliyik ki, qüsurlu olmayaq, qüsursuz olaq. Çox müqəddəs ayın əzəməti var. Ona görə də bu ayda gərək insan özünə yetişə. Amma buyururlar ki, oruç tutan insanın bir neçə qanunları vardır ki, onları etməklik məsləhət deyil. Bəyənilmir. Düzdür, orucu batıl etməz. Amma orucun fəzilətini azaldar. Məsələn, necə ki, buyururlar ki, Peyğəmbər əleyhissalama sual etdilər ki, ya Peyğəmbər, hansı namaz daha gözəldir? Peyğəmbər əleyhissalam məsələn demədi ki, filan namaz dedi, namazın hamısı gözəldir. Amma ən gözəl namaz vaxtında qılınan namazdır. Bəzi mövzular var ki, insan ona diqqət edər və onu yerinə yetirər. Düzdür, o insanın namazı, orucunu pozmaz, amma onun fəzilətini aşağı salar. Onlardan biri budur ki, gözə dərman salmaqlıq. Bəzi insanlar var, görürsən, oruçluq günündə gözə dərman salır. O gözə dərman salanda, o birbaşa buyururlar ki, udlaq tərəfə gedir. Ehtiyatlı olmaq lazımdır ki, oruçluğun günündə o dərmanlardan həddi təvan gücün çatacaq dərəcədə kənar olasan. İkinci, gözə sürmə vurmaq. Yəni, bəzi xanımlar, bəzi kişilər
gözün bu kirpiklərinin içəri tərəfinə sürmə vururlar. O sürmə vurmaqlıq düzdür, orucu batıl etməz, amma orucun fəzilətini aşağı salar. Üçüncü, bir cür iş görər ki, bədən zəif düşər. Yəni, məsələn, insan bir cür hamamlar var, o hamamlar, məsələn, dumanlıdır, tozludur. Yəni, o qədər isti olur ki, insan o hamama girəndə bədənin təravəti itir, yəni zəiflik yaranır. Və qan verməklik. Bəzi insanlar var, görürsən, venadan qan verirlər. Ya bəzi, məsələn, ünsürlərdə qan verirlər. O qan verməklik əgər o insana səbəbi olur ki, bədəni zəifləyəcək, insan gərək o hamamla qan verməklikdən kənar olar. Əlbəttə, çoxdur. Mən təqribən 3 mövzu sizin üçün izahat verdim ki, bu 3 mövzu Ramazan ayında insanın orucunun fəzilətini azaldar. Diqqət etmək lazımdır. Allahım bizləri bu gözəl ayın hörmətinə bağışla. Allahım atamızı, anamızı, nənələrimizi, babalarımızı, boynumuzda haqqı olanları bağışla. Şəhidlərimizin ruhunu şad elə, cəmi əsgərlərimizi qoru. Qazilərimizə şəfa inayət elə, İmam Zaman ağamızın ruhunu təəccil elə və bizlərə yaxın elə inşallah. Ölkəmizdə həmişə əmin-amanlıq, sabitlik bərqərar elə. Allahümmə əccilli və likəl fəraz və salli alə Muhammed və ali Muhammed. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.